Abşeronda bir neçə nəfərə qarşı dələduzluq edən şəxs həbs olunub. İttiham aktına görə 45 yaşlı Vidadi Babayev zərər çəkmişlərə özünün Elm və Təhsil Nazirliyində, həmçinin asan xidmətdə yüksək vəzifədə işləyən tanışlarının olduğunu deyib. Bu üsulla o bir nəfərdən qızının Yasamal rayonundakı asan xidmət mərkəzində işə düzəlməsi üçün 9.000, digər şəxsdən isə Bakıda məktəblərin birinə ibtidai sinif müəllimi keçməsi üçün 15.000 manat alıb. Vidadinin əməlləri bunlarla bitməyib. O həmçinin bir zərər çəkəndən oğlunun Bədən Tərbiyəsi və İdman Akademiyasında məşqçi ixtisasında təhsil alması, digər zərər çəkəndən Ağdamın Rızalı kənd məktəbində ingilis dili müəllimi düzəlməsi üçün 12.000 manat pul alıb. Sonuncu aldadılan şəxs isə Cəlilabadın Xəlilli kənd məktəbində riyaziyyat fənnindən dərs demək üçün Vidadiyə üst tutub. Vidadi Babayev 15.000 alaraq zərər çəkənlərə verdiyi vədləri yerinə yetirməyib. Zərər çəkənlərin şikayətləri əsasında Vidadi Babayev saxlanılıb və barəsində dələduzluq maddəsi ilə cinayət işi açılıb. Məhkəmə zamanı zərər çəkənlər onlara dəyən ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bildiriblər. Məhkəmənin qərarı ilə Vidadi Babayev 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.